Herkese salam, yeni bir video ile karşınızdayım. Bugünkü videomuz biraz hüzünlü olacaq. Təəssüf ki, bu 2-3 gündür rəhmətə gedən Elgün haqqında olacaq. Bu videonu paylaştırın ki, Elgün üçün susmayın. Allah Elgünə də rəhmət eləsin. Bilirsiniz, Elgün 11-ci sinif tələbəsi idi, imtahana hazırlaşırdı. Yəni oxuyan bir Azərbaycanlı tələbəsi idi, qardaşımız idi. Amma heyif ki, başına pis bir hadisə gəldi. Vəhşicəsinə qətlə yetirilib. Yəqin ki, bunu eləyən hələ dəqiq deyil. Tapılsa inşallah layiqincə cəzasını alar. Allah Elgün ailəsinə səbir versin. Məkanda cənnət eləsin. Gəlin ətraflı videonu da izləyək ki, daha dəqiq biləsiniz. Dünya susmasın. Mən balamın qanı yerdə qalmasın. Annem, kartını mı at? Qardenə danışdım son zəncə, uşaqlar beh atır sinifdəkilərdən, bizim sinif. Beh atacaqlar, onu da burada administratın kartını atacağım. Kartını atma. Bu 11 gündür sonra Sonra mən hadisə baş verən hadisədə bəli mesajlaşmamız da olubdu, danışmışam. Deyib informatikadayam. Orada olanda da yazışmışıq. İnformatikadan çıxanda da danışmışam. Deyib ki, mama çıxdım, gedirəm rəqsə. Dedim evə get, yemək ye get. Dedim aclığım yoxdur. Piyada gəzə-gəzə düşürəm. Elə kakraz ona kimi də vaxt olacaq. Mən də gözlədim saat 6-7-yə qalmış səhv vurdum ki, görüm çıxırmı. Oradan da trenajora getməli idi. Zəh vurdum, zəh çatmadı. Sonra narahat oldum. İnformatika müəlliməsinə zəh vurdum ki, o informatikadan çıxdığı birlikdə uşaqların nömrəsi falan. Sonra qardaşıma, öz oğluma zəh vurdum ki, gedin baxın bu ətraf yerlərə, bəlkə Elgünü hardasa görəsiniz. O bu da axtarmışıq, küçəyə düşmüşük. Gecə saat 1-də də oğlumla bütün bu territoriyanı da, Abbasiyyət territoriyasını gəzmişik ki, bəlkə hardasa uşaqlarla mı oturur, nə tapa bilməmişik. Bəs Elgünün son günlər davranışlarında hər hansısa bir dəyişiklik hiss edirdinizmi? Özünü aparmağı, kimləsə mübahisəsi ola bilərdi bəlkə? Heç bir dəyişiklik yox idi. Hər şey normal. Biz söhbət eləyirdik. Son zəngə hazırlaşırdıq. Rəqsə. Hətta mən demişdi ki, mama 2 dəst paltar aralaşsan, bir kostyum şal var Aqanyok üçün, bir orada çıxış üçün ağ saroşka şal var. Nə mi saroşkanı yazdıracağam belə elə uşaqlara. Ondan sonra son zəngdən danışırdıq ki, qəşəng qonaqlıq eləyəcəm, ürəyin dostlarından kim istəsə çağırarsan. Yəni, heç bir qeyri-adi, ay aqressiv, ay fikirli, ay problemli, heç bir şey yox idi. Hər şey normal, yəni heç bir səbəb yox idi da. Yəni, mən anayam, onun səsində hər hansı bir həyəcanı hiss eləyə bilərdim, amma o da yox idi. Yəni, adicə insan dişi, başı ağrıyanda, böyründə yad bir adam da olsa hiss edirsən ki, o nəsə problemi var, dərdi var, harasa ağrıyır, nədir, sual versən o da deyir ki, budur. Fakt ki, heç nə yox idi da. Hər şey normal, öz yolunla, danışmışam da onunla, telefonla, zənglə, deyib, mama rəqsə gedirəm, oradan evə, yəni belə də normal şəkildə. Heç bir həyəcanlanaq, ya mənim ürək, onsuz da mən narahat anaydım, ya bəlkə ona gündə 10 dəfə, 20 dəfə zəh vururdum, oradan çıxdın, hara getdin, yəni bunu mənim bütün iş yoldaşlarım da, telefon zənglərim, WhatsApp, hamısı deyə bilər. Yəni bir şey olsa mən onu hiss eləyərdim. Dünya susmasın, mən balamın qanı yerdə qalmasın. Onca xahiş edirəm. Hər ağzına gələni yazır, amma hamı insandır, hamının anası var. Heç bir anaya bala dağı Allah çəkdirməsin. Mən çəkdim, heç kim çəkməsin. Bu mayın 6-sı olan yazışmadır. Yazıb, annem bugün trenajora gedəcəm, yazmışam, hə. Sonra mənə bu kitabları atıbdı. Yəni rus dilində olan kitablardır ki, bunlardan birini almaq istəyirəm. Ya da bu. Mən də ona səs atmışam ki, alarıq bala. Yəni o səsə də qulaq asa bilərsiniz. Bala, alarıq qadınam, alarıq. Burada yazıb yaxşı. Son yazışma budur. Mənə səs atıbdı. Annem, kartını mı at? Qardenə danışdım son zəncə, uşaqlar beh atır sinifdəkilərdən, bizim sinif.
Beh atacaklar, onu da burada administratın kartına atacağım. Kartını atma. Yəni bir gün öncə bu danışmışıq. Bu da sonra yazdıqlarım. Ən son bunu yazmışıq. Elgünün ölümü ilə bağlı cinayət işi başlandıqdan sonra ibtidai araşdırmanın gedişində hadisə yerinə ilkin və təkrar baxışlar keçirilib. Mərhumun meyidi xarici və daxili müayinələrdən keçirilib. Mərhumun meyidindən, o cümlədən hadisə yerindən müəyyən nümunələr götürülüb. Həmin nümunələr üzrə çoxsaylı ekspertizalar təyin edilərək aidiyyət üzrə göndərilmişdi. Bu sözləri Baş Prokurorluğun prokurorluqda İstintaqa Nəzarət İdarəsinin böyük prokuror metodisti Sabir Musayev İctimai TV-nin efirində deyib. O bildirib ki, hadisə yerinə yaxın intervalda yerləşən ictimai yaşayış obyektlərinə quraşdırılmış müşahidə kameralarından müəyyən görüntülər götürülüb. Eyni zamanda təhlükəsiz şəhər kameralarından müəyyən görüntülər götürülüb, həmin görüntülərə də baxış keçirilib. Bundan başqa, mərhumun yaxın münasibətdə olduğu şəxslərin dairəsi müəyyənləşdirilib. İş və məktəb yoldaşları, o cümlədən yaxınları, dostları, qohumları və digər şəxslər şahid qismində istintaqa cəlb edilərək onların da dindirilməsi təmin edilib. Eyni zamanda hadisə barəsində əlavə məlumatların əldə edilməsi, mövcud məlumatların yoxlanılması və dəqiqləşdirilməsi istiqamətində əməliyyat qurumlarına da çoxsaylı əməliyyat tapşırıqları və sorğuları verilib. Qurum rəsmisi cəmiyyətə çağırış da edib. Biz buradan da açıq çağırış edirik. Kiminsə əsaslı versiyası varsa, çəkinmədən prokurorluğa müraciət edib həmin versiyanı və onun əsaslandığı sənədləri, dəlilləri, sübutları təqdim edə bilər. Bunda narahatlıq doğuran bir məsələ yoxdur. Əsas narahatlıq doğuran məsələ dəqiqləşdirilməmiş məlumatların yayılmasıdır. Kim eləyibsə inşallah qısa bir zaman ərzində layiqincə qanun qarşısında cavabını alar. Allah ailəsinə səbir versin. Gənc bir insan idi. Yəni həyatı onun ələ qabaqdaydı. Həqiqətən çox pis oldu. Siz də çalışın, nə bilim, davadan, dalaşdan uzaq olun. Yaxşı örnəklər olun. Pis əməllərdən uzaq durun. Kimsə canına keçəcək qədər gözünüz olmasın. Çalışın, hər kəslə yola gedin. İnşallah eləyənlər də tapılar, qanun qarşısında cavabını alar. Allah ailəsinə də səbir versin. Elgün üçün susmayın, videonu paylaşın, paylaşdırın.